Verilişin baş sponsoru Hacı Ceylon Çayları. Mədəniyyət keçmişə hörmətdir, mədəniyyət bugünə məsuliyyətdir, mədəniyyət gələcəyə əmanətdir. Mədəniyyət ruhumuzdur, mədəniyyət varlığımızdır, mədəniyyət körpüdür, mədəniyyət keçmişdən gələcəyə ən ali bir bənddir və ən ali bir zəncirdir və ən ali bir mükəmməlçilikdir. Mədəniyyət insanı insan edən, insanı ali varlıq edən, mədəniyyət bir ölkəni var edən, bir-birinə bağ edən ən dəyərli məfhumdur. Bugün biz mədəniyyətdən, bugün biz mədəni ruhu ali zirvəyə çatdıran, elmi platformada təhlil ixtiyarına verən çox dəyərli bir alimimizdən, çox dəyərli bir professorumuzdan, çox dəyərli bir insandan danışırıq. O insanın özünün ruhuna qonağıq və bugün Fuad Məmmədov bizim Xəzərin sahilində qonaqdır. Fuad Məmmədov bizim ustadımız. Fuad Məmmədov ruhumuzun zərgəri. Belə də demək olar. Fuad Məmmədov, mən istərdim ki, Fuad müəllim, bax sizin bu belə bir məqamda sizin titullarınızı, düzdür, Fuad müəllim söylədi ki, mənim çoxdur titullarım, bunları sadalamağa ehtiyac yoxdur. Amma hesab edirəm ki, sizi yenidən gənclərimiz üçün, sizi yenidən bizi izləyənlər üçün bir daha tanıtmaq məqamıdır. Həm də Fuad müəllim, biz danışacağıq irəliləyən dəqiqələrdə sizin yaşınızın, sizin xarizmanızın, sizin duruşunuzun sizə bəxş etdiyi daha yeni bir mərhələlər var, məqamlar var. Fuad müəllim kulturologdur, tarix elmləri doktorudur, Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur. O cümlədən 7 beynəlxalq akademiyanın akademikidir, həqiqi üzvdür. Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dəstək Agentliyinin Müşahidə Şurasının sədridir, Simur Kulturoloji jurnalının yaradıcısıdır, baş redaktorudur. Fuad müəllim başdan ayağa mədəniyyətdir. Fuad müəllim başdan ayağa kulturologiya elminin, müasir kulturologiya elminin banisidir deyə bilirik. Fuad müəllim, xoş gəlmisiniz. Çox sağ olun əzizim, minnətdaram verdiyiniz qiymətə görə, xoş sözlərinizə görə. Siz o qədər gözəl danışırsınız ki, özü də qəlbdən danışırsınız, sevərəkdən danışırsınız. Onun özü də sizin yüksək mədəniyyətli insan olmağınızın gözəl bir göstəricisidir ki, adam doğrudan sizlə ünsiyyətdə olmaqdan ləzzət alır. Çox təşəkkür edirəm. Fuad müəllim, onu sizdən eşitmək həqiqətən böyük şərəfdir, qiymətdir. Biz artıq uzun illərdir bir-birimizi tanıyırıq və biz bu cəmiyyətin, ictimai, sosial həyatın bağında, bu bərabərliyində hər zaman bir yol gəldik. Bilirsiniz, bu yolda uğurlarımız oldu, bu yolda bir-birimizin ən lazımlı zamanında, ən mükəmməl zamanında bir-birimizlə bərabər olduq. Və Fuad müəllim, Xəzərin sahilindəyik, Xəzər dənizi, Xəzərin ruhu, Xəzərin ab-ı havası. Bilirsiniz, Bakı insanı, Xəzər adamı bu başqa cür ola bilməz. O ancaq mədəni meyarlar düşünə bilər, o ancaq hesab edirəm ki, gözəlliklər düşünə bilər, düzdürmü? Eşq olsun. Biz sizlə 10 il bundan qabaq görüşmüşük. Gör, zaman, vaxt nə tez gedir, gəlir. Papağımızı belə elədik, 10 il. 10 il bundan qabaq mən bura gəlmişdim. Vaxt necə uçur? Fuad müəllim, vaxt uçur, zaman, insan, məqam. Yəni, bax, biz bu zamanın gedişatında, zamanın içərisində necə edə bilərik ki, özümüz dəyişməz olaraq qalıb, amma daha ali mərhələlərə qalxa bilək, deformasiyaya uğramayaq. Nə etmək lazımdır onun üçün? Bilirsiniz, Fəxriyə xanım, siz bilirsiniz mənim mövqeyimi. Mən bu 36 ildir ki, mədəniyyət haqqında elm olan kulturologiya ilə
çox ciddi, dərindən məşğulam. Bütün enerjimi, vaxtımı demək olar ki, buna verirəm. Mənim 300-dən artıq əsərim var. Onların düzdür bir qismi elm tarixindandır. Amma əksəriyyəti kulturologiyadan. İlk mənim monoqrafiyam 2002-ci ildə çıxdı. Kulturologiya, nəzəriyyə və tarix. O vaxtdan mənim hardasa 20 kitabım, monoqrafiyam nəşr olunub və onların ən yenisini keçən il nəşr olunmuş yüksək mədəniyyətli insanı sizə gətirmişəm. Ümidvaram ki, sizə maraqlı olar, xeyirli olar, mənim üçün də o sevinc olar. İş orasındadır ki, bizdə təəssüf ki, çox adam hələ mədəniyyət nə olduğunu düzgün başa düşmür. Əsasən mədəniyyət deyəndə çox dar mənada başa düşülür. İqtisadiyyatın üstündə üst qurum, ədəbiyyat, incəsənət, mədəni irs, davranış qaydaları, ədəb-ərkan, mənənə və ilaxır. Bəli, bunlar hamısı mədəniyyətdir, hamısı. Və çox vacib hissəsidir. Çünki bunlarsız necə insan formalaşsın? İnsanın milli kimliyi, mənəviyyatı, ləyaqəti, o ədəbiyyatsız, incəsənətsiz, yəni ki, tərbiyə ilə insan ayaq üstə durur. Amma bu yalnız mədəniyyətin bir qoludur. Mən tələbələrimə sual verəndə ki, bax, mədəni insan necə olur? Cürbəcür cavablar verirlər. Mən deyirəm, yadda saxlayın ki, mədəniyyət əslində ən gözəl dərk olunması üçün onu iki qanadlı simurq quşu kimi özünüzə təsəvvür edin. Simurq quşu bizim tariximizdə, mədəniyyətimizdə, mifologiyamızda ən dəyərli, ən vacib bir anlayışdır. Simurq quşu qədim Azərbaycan mifologiyasına görə müqəddəs səmadan, ya da ki, müqəddəs dağdan yer üzünə həyat ağacının şitilin gətirmiş bir quşdur. Sonra da o həyat ağacının simvoluna çevrilib, o həyat ağacının aşağısında oturub və böyük qartala bənzər quşdur da, öz böyük qanadları ilə bütün dünyaya toxumlar yayıb. Nə toxumları? Həyat və mənəviyyat. Yəni ki, bunların hamısı elə gəlir çıxır mədəniyyətə. Çünki əslində mədəniyyət mən saydıqlarımdan başqa çox geniş bir sahədir, bunları da əhatə edir. Mədəniyyət demək olar ki, ikinci süni təbiətdir ki, insanın ağlı, qəlbi və əməyi nəticəsində yaranıb. Bura elm, təhsil, maarif, iqtisadiyyat, təbabət, hüquq, təşkil etmə, idarə etmə, həyat tərzi həyatı təmin etmə sistemi, ədəbiyyat, incəsənət, din, hər şey. Siz təsəvvürünüzə götürürüz ki, mədəniyyət əslində bilikdir, xeyirdir, əməkdir, inkişafdır və rifahdır. Cəhalət isə şərdir, yoxsulluqdur və acizlikdir. Ona görə mən uşaqları deyəndə ki, mədəni, mənəvi keyfiyyətlər, bax sayıram, məhəbbətdir, dostluqdur, alicənablıqdır, mərdlikdir, mərhəmətdir, mərifətdir, nəzakətdir, ədalətdir, həqiqətdir, vətənpərvərlik, inam. Bunları sayıram, deyirəm, belə bir insan, bu cürə gözəl keyfiyyətləri olan mədənidir yoxsa yox? Deyirlər, bəli, müəllim, əlbəttə, deyirəm, hələ yox. O mənəvidir. Belə bir gözəl insanın əqli mədəniyyəti inkişaf etmədiyi bir zamanda o acizdir. O mürəkkəb problemləri həll edə bilmir. O düzgün cavab tapa bilmir. Düzgün izah edə bilmir. Düzgün təfəkkürü olmur. Mütləq ikinci qanad lazımdır. Bu qanadın əsası tərbiyədirsə, ikinci qanad intellektual mədəniyyətdir. Onun əsasında mədəniyyətin aparıcı flaqmanları olan elm, təhsil və maarifdir. Bunu müsəlmanların çoxsu bilmir və yaxud başa düşmür.
aparıcı flaqmanlar bunlar olmasa, intellektual mədəniyyət olmasa, insan heyvandan nə ilə fərqlənir? Elə siz məni qabaqladınız, çox gözəl bir təsnifat verdiniz. Savadlı insan və savadsız insan. Savadsız insan, yəni heç bir yerdə təhsil almayıb, deyək ki, bir əyalətdə yaşayır və o yazma pozması yoxdur. O insan mədəni insan sayıla bilir? Xeyr, o mənəvi insandır. Ola bilər gözəl keyfiyyətləri var. Gözəl siz dediyiniz keyfiyyətləri var, sevgisi var, məhəbbəti var. Bəli, onun intellektual mədəniyyəti yoxdursa, o mədəni deyil, o mənəvi insandır. Siz fikirləşin, eyni zamanda necə ki bu mənəvi insanın intellektual səviyyəsi yoxdursa, o hələ mədəni deyil, o mənəvidir. Elə də o intellektual səviyyəsi yüksək səviyyədə olan, əgər onun insanlığı yoxdur, vicdanı yoxdur, mərhəməti yoxdur, dürüstlüyü yoxdur, vicdanı, nə bilim, insansevərliyi, vətənpərvərliyi, biz ona necə mədəni deyək, görün dünyada necə böhranlar gedir, görün nələr eləyirlər, ağla sığmaz cinayətləri, kim eləyir bunları? Savadı olan, biliyi olan, gücü olan, bacarığı, lakin insani keyfiyyətləri olmayan, vicdanı olmayan, ona görə mədəniyyət mütləq belə bir insanın, məsələn, belə bir insana da biz mədəni deyə bilmərik. O sivilizasiyalıdır. Amma sivilizasiya çərçivəsində Fəxriyə xanım, həm mədəniyyət var, yaradıcı, müsbət, gözəl, progressiv bir proses kimi, onun nəticələri, onun cürbəcürdə həyatda öz əks olunan nəticələri eyni zamanda anti-mədəniyyət var sivilizasiya çərçivəsində. O dediyim vicdanı olmayan, insansevərliyi olmayan, nə bilim, məhəbbəti olmayan, insan insanlara məhəbbət göstərməlidir həmişə. İnsan insanları sevməlidir. Başqa cür olmaz, zalımlıqla olmaz. Zalımlıqla dünya nə günə qalar? Ona görə mədəniyyət bu iki qanadın qovşağıdır. Mənəvi mədəniyyət bir yandan, intellektual mədəniyyət digər tərəfdən. Bunlar gərək tərazlaşdırılmış, harmonik şəkildə inkişaf eləyə ki, o quş düzgün təfəkkürü ola, düzgün məqsədini seçə, düzgün o məqsədə doğru uça və ona nail ola. Aydın səmada ola. Bəli, yoxsa o çapalayacaq, qalxacaq, düşəcək, uça bilməyəcək. Bunların qovşağı mütləqdir. Və mən sizə onu da deyim ki, əslində Fəxriyə xanım, siz mədəniyyətdən çox gözəl danışdınız, başladınız. Mədəniyyət insanın ən böyük dövləti, varlığı, dəyəridir. Əslində bu millətin də, insanın da, nətər deyim sizə, belə ən böyük varlığıdır. İnsan görürsünüz ki, var dövləti də itirə bilər, vəzifəni də itirə bilər, hakimiyyəti də çox şey itirə bilər. Sivilizasiyalar belə dağılır. Amma mədəniyyət, əqli və mənəvi mədəniyyətin qovşağı ki, sizdə var, onu sizin əlinizdən heç kim ala bilməz. Çox gözəl bir məqamat oxunduq, amma işarə edirlər ki, reklamların zamanıdır. Reklamlardan sonra bu sualın davamını, bu sualın cavabını mən sizdən alacağım ki, mədəniyyət bir alın yazısıdır, taledir, xarakterdir, yoxsa sonradan formalaşan və formalaşdırılan bir səbəbdir? Çox gözəl. Bax, bunun cavabını reklamlardan sonra alacağım. Və siz çaydan için, bu çayımız bizim, Fuad müəllim. Mən bilirəm ki, siz çay sevirsiniz. Və Fuad müəllim çox gözəl otlardan çay dəmləyir. Eləmi? Və Fuad müəllim, bu çay Hacı Seylon çaylardır. Bizim tərəfdaşımızdır. Çox gözəl. Bizim əməkdaşlarımızdır. Və onlar da milli, mənəvi dəyərlərə yetərincə qiymət verirlər. Bəli, bəli. Ağız dadımız keyfiyyətli Hacı Seylon çaylarıdır. Qısa bir aradan sonra biz buradayıq. Bizi Rayalda müşayiət edir Şəhla xanım, Şəhla Cəlilova. Şəhla Cəlilovanın şirmaya barmaqlarından gözəl musiqi ahəngi ilə Xəzərin sahilindəyik. Ayrılmayın heç ara. Çox kısa zamandan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları.
Biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik və biz bugün mədəniyyətdən danışırıq. Mədəniyyət insanın ruhudur, mədəniyyət insanın vizit kartıdır, mədəniyyət insanın cəmiyyətdə formalaşdığı ən mühüm və ən vacib nəsnədir. Mədəniyyət sevgidir, mədəniyyət davranışdır, mədəniyyət elmdir, mədəniyyət var olmaq deməkdir və bunun geniş təfsilatını bizim dəyərli alimimiz, professor, bizim ustadımız Fuad müəllim Məmmədov deyəcək. Fuad müəllim kulturoloq, tarix elmləri doktoru, professor, 7 ölkənin, beynəlxalq ölkənin akademiyasının həqiqi üzvü, akademiki, Simurq dərgisinin baş redaktoru, təsisçisi və ümumilikdə müasir mədəniyyət elminin banisi deyə bilirik. Çünki illərini, bütün zehniyyətini, bütün varlığını məhz bu sahəyə həsr etmiş bir insandır. Yüksək Mədəniyyətli İnsan kitabı ilə bizim görüşümüzə gəlib və bu kitab sözün əsl mənasında gələcək nəslə gedəcək körpüdür Fuad müəllim. Bəli, bəli. İndiki dövrdə, müasir dövrdə insanların davranış, insanların etik münasibət qaydaları o qədər dəyişib ki, biz sanki artıq bu formanı bir klassikaya çevirə bilirik. Düzdür, tam da deyil, hər zaman o təbəqələşmə, hər zaman o formalaşma olub və olacaq. Bugün isə, bax biz çox bir məqam var, o məqamın mütləq sizdən cavabını almaq istəyəcəm. Amma qaldığımız yerdən davam edək. Buyurun. Fuad müəllim, mədəniyyət, mədəni olmaq, bu insanla doğulan xarakterdirmi? Bu genetik koddurmu? Bu sonradan formalaşan xüsusiyyətdirmi? Yoxsa bu bir insan temperamenti kimi bir taledir, belə deyək? Çox sağ olunuz Fəxriyə xanım, çox yaxşı, maraqlı bir sualdır. Mən istərdim bu suala cavab verərkən bir mənim kitablarımdan müəyyən tövsiyəmi və görünüşümü göstərim tamaşaçılarımıza, gənclərimizə. Mədəni insanın davranışı ilə insanın mədəni davranışı eyni şey deyil. Məsələn, mən mədəni insanımsa, mən sizinlə davranışda, başqa insanlarla hər hərəkətimdə, danışığımda öz mədəniyyətimə uyğun hərəkət eləyəcəm və danışacağım. Mən mədəni deyiləmsə, mən maska geymişəmsə, özümü mədəni göstərmək istəyirəm, amma içimdə o yoxdursa, bir gün, 2 gün, 3 gün, 1 ay, 1 il, 3 il o maska düşəcək. Ondan sonra münasibətlərdə pozulur. Görürsünüzmü? Ona görə insan səmimi olmalıdır. İstəmirsən, yalan danışma. Səni heç kim məcbur eləyə bilməz. Danışırsansa, insanları aldatma. Bunun özü də bir böyük mədəniyyətdir. Bu da çox gözəl bir məqama toxunduq, yalan. Bəli. Yalan insanın bütün sferadan belə deyək, çıxdaş edən xüsusiyyət. Yəni o yalancıdırsa ondan artıq nə olursa olsun danışmağa dəyməz. Bəli. Mədəniyyətin heç bir göstəricisində yalan yoxdur təbii ki. Misal üçün mən öz tələbələrimi həmişə öyrədirəm, o yolu göstərirəm ki, siz kiminləsə bir ailə qurmaq istəyirsinizsə, məhəbbət münasibətləri, dostluq münasibətləri, əməkdaşlıq, kimisə işə götürmək istəyirsinizsə, özünüzə 3 dənə sual verin. Özünüzə Misal üçün mən sizinlə ya kiminləsə danışıram, özümə sual verirəm, amma sizinlə söhbətimizi elə qurmalıyam ki, sizdən o suallara cavab ala bilim. Birinci sual odur ki, bu adam nə istəyir? Biləndə ki, qabağımdakı nə istəyir, başa düşəcəm ki, onun dəyərləri nədir? Çünki o dəyərləri əsasında məqsədləri qurur da, düzdür. Ucu mən başa düşəcəm, bu mənə nə qədər yaxındır ya uzaqdır. Yenə deyirəm, ailə nöqteyi nəzərdən əməkdaşlıq, dostluq, məhəbbət və ilaxır. İkinci sual, bu adam nəyi bacarır? Yəni bunun biliyi, bunun səriştəsi və bunun əməyinin nəticələri. Çünki insanın əməyinin nəticələri onun xidməti ilə və töhfəsi ilə bilinir. Yoxsa işlədiyi aylar, illər yox. Ola bilər işləyirsən, amma bir nəticə yoxdur. Nəticə olmalıdır. Bunun özü də bir mədəniyyətdir. O mədəni insan
həyatını elə qurmalıdır ki, o seçdiyi, gördüyü istiqamətdə mütləq müəyyən nəticələr almalıdır. Və tək özü üçün yox, başqa insanlar üçün də yaşamalıdır. Və bu nəticələrlə həmin cəmiyyətə, xalqına, insanlara, dövlətinə xidmət etməlidir. Mütləq. Onunla ölçülməlidir bunun dəyəri. Əslində, hər bir insanın dəyərinin meyarı, nə onun milləti, nə onun etnik mənsubiyyəti, nə onun dini, nə onun cinsi, nə onun yaşı, nə onun doğulduğu yer, nə onun yaşadığı yer, nə də peşəsidir. Halbuki bunların hamısının müəyyən rolu var. Əsas meyar birisi nədir? İnsanın ruhi mədəniyyəti. Yəni, əqli və mənəvi mədəniyyətin qovşağı. Üzr istəyirəm, sevirsən xalqıvı, ailəvi, dostlarıvı, cəmiyyətvi, xidmət elə onların mədəniyyətinin inkişafına. Bəs bu yüksək mədəniyyətli insan da ora aparan yoldur. Çünki o ən böyük dəyərdir. Dünyanı xilas edə bilən bir qüvvə var. O da mədəniyyətdir. Fuad müəllim, mədəniyyət irsən köçürülürmü? Bioloqların belə bir tərifləri var. Səhv eləmirəmsə, ya Jean-Baptiste Lamarck, ya Carlini hansısa bunu söyləyib ki, həyatda qazanılan əlamət irsən keçmir. Və bildiyim qədərilə son müasir biologiya artıq təkamülü qəbul etmir. Yəni, necə varsansa elə də davam edirsən. Bu o deməkdir ki, Darwinin nəzəriyyəsi darmadağın olub. Amma həyatda qazandığımız hisslər, formalaşdığımız xüsusiyyətlər, bunlar danılmazdır ki, biz çay içməyimizdən, hərəkətimizdən, davranışımızdan, sözümüzdən, səsimizdən biz oxşuyuruq genlərimizə. Bəs mədəniyyət bu həyatda qazanılır və həyatda qazanılırsa irsən ötürülürmü? Ötürülürsə necə ötürülür? Mən sizə kulturologiya elmi əsasında ən dəqiq məlumat verim. Çünki bir çox elmlər görürsüz dəyişir. Bugün belə deyir, 5 gündən sonra. Mən sizə konkret dəqiq deyim. Yəni, elə gəlirsən ki, yox. Dəqiq. İstənilən bir insanın mədəniyyəti ölkəsindən, dinindən asılı olmayaraq 5 əsas amillə müəyyən edilir. Nədir? Təbii coğrafi şərait 1. İkincisi, siz deyən, anadan gəlmə mədəni kod. Üçüncüsü, sosial mühit. Nədir bu? Ailədir, məktəbdir, kollektivdir, cəmiyyətdir və dövlətin siyasətidir. Dördüncüsü nədir? Mədəni mübadilə. Beşincisi, siyasi şərait. Mən hərəsindən ən azı 1 saat açıqlamalar verə bilərəm, ona vaxt yoxdur. Sadəcə sizə deyim ki, hamısı çox vacibdir, hamısı, 5-i də. Amma bunların içərisində ən vacibi ikisidir. O siz deyən mədəni kod və sosial mühit. Sosial mühit biraz mədəni koddan da vacibdir. Niyə? Çünki mədəni kod ata-ananın müəyyən sosial mühitdə yaşadığı bir zamanı formalaşdırmış bir koddur. Əli əleyhissalam deyirdi ki, evlatlar valideynlərindən daha çox zamanlarına oxşuyur. Düzdür mü? Cəmiyyətinə oxşuyur. Amma görürsünüz ki, bir ailədə 2 uşaq bir-birinə oxşamır. Qardaşın biri alicənab, o birisi ya səviyyəsiz, ya yalançı, ya zalım. Elə şeylər çoxdur. Yəni, burada deyir, 7 nəsildən gələn irs də var. Nənələr var, bibilər var, dayılar var, əmilər var, babalar var, nənələr, düzdür. Bunların hərəsinin bir xasiyyəti olub, baxı, bir xisləti. Bir uşağı ola bilər, biri içsin, o birinə başqası içsin. Əsasən burada o genetik kodla bərabər sosial mühit daha vacibdir. Çünki götürün Mauglini. Maugli yadınızdadır da multfilm. Zahirən insan, daxilən heyvan. Bəli, Allah vergisi ona ağıl verilib, amma o ağıl hələ mədəniyyət deyil, o ağıl şansdır. O şansı düzgün insan dərk edib, inkişaf etdirsə, o ola bilər mədəni olsun. Bizdə çoxsu elə bilir ki, elə mədəniyyət başlayır incəsənətdən ədəbiyyat. Xeyr, mədəniyyət hələ vəhşilik dövründə başlayır. O
Göbəkli təpədən də Türkiyədə var, Göbəkli təpə. Ondan da çox vəhşilik dövründə ki, insanların İbtidai dövrdən. Bəli, insanların nə dili var idi, nə ailə vardı, nə cəmiyyət vardı, heç nə yox idi. Amma ağlı vardı. Homo sapiens tarixi səhnəyə çıxdı, amma ki, danışa bilmirdi, heç nə bilmirdi də yoxdur. Amma ehtiyacı vardı ki, bir-birinə öz fikrini çatdırsın, öz ideyalarını çatdırsın, öz istəyini çatdırsın. Onda götürdü, qayaların üstündə başladı rəsmlər çəkməyə. O özü dərk etdiyi, ona deyirlər piktografiya, petroglif. O rəsmlər vasitəsilə, piktografiya vasitəsilə bir-birinə öz ideyalarını çatdırırdı. Birinci sivilizasiya... Onun yaranma zərurəti nədən qaynaqlandı ilk olaraq? Toxumu ağıldır, ancaq ağıl. Bax, bilin ki, o intellektual mədəniyyətin forması idi o zaman. Başqa forma ola bilməzdi. Çünki hələ ağıl inkişaf eləməmişdi. Görün, üstündən nə qədər əsrlər keçib, 4-cü minliyin son dövründə Şumerdə ilk sivilizasiya əmələ gəlib. Orada yazı sistemləri, şəhərlər, mabədlər, iqtisadiyyat, hüquq, nə bilim, sənaye, hər bir şey, insan münasibətləri, insanın davranışı dəyişir onun mədəniyyətinin dəyişməsi ilə. Fuad müəllim, bax, insan anadan olur, ümumiyyətlə bütün canlılar, bioloji varlıq olaraq iki reflekslə dünyaya gəlirlər. Şərti refleks, şərtsiz refleks, düzdürmü? Şərti refleks, yəni bizim bildiyimiz 3 dəfə çay içəcəksə, 4-cü dəfə yenə istəyəcəyik. Şərtsiz refleks isə bizim o çay içmə qabiliyyətimizdir, uda bilmə qabiliyyətimizdir. O yazmalar, o pozmalar, o Homo sapiensdən gəlmə, bugünə qədər gəlmə instinkti, həmin o instinkt, şərti refleksdir, şərtsiz. Onu çətinlik çəkirəm, deyim. Onu çətinlik çəkirəm, deyim ki, şərti refleksdir, ya da şərtsiz. Bilirsiniz, çünki insanlar özü də bir-birindən fərqlidir axı. Hamıda eyni qabiliyyət olmur. Kimlərdəsə Allah vergisi olur, kimlərdəsə olmur. Kimlərdəsə ola bilər, amma onu dərk etmirsə, onu inkişaf da etdirə bilmir. Mütləq mən bircə onu deməliyəm ki, mühit olmalıdır. Bax, siz təsəvvürünüzə görürsünüz. İstəyirsiniz bir dana gözəl sizə əhvalat deyim. Çox istəyirəm, amma bax, yenə işarə edirlər, unutmayaq əhvalatımızı. Əhvalatımızdan davam edəcəyik və çayımızı içək, boğazımızı yaşlayaq. İnsanlar kimliyindən asılı olmayaraq, istər mədən olsun, istər qeyrisi olsun, hər kəsin sevdiyi və alışdığı dad var da. Bizim sevdiyimiz çay milli dadımızdır, milli nemətimizdir. Qısa aradan sonra buradayıq. Əzizlərimiz, Fuad Məmmədov bizim Xəzərin sahilindədir və ruhunu ruhumuza qovuşdurub və biz də onu sizə sovqat edirik və çox sağ olun, mən də həmkarlarımız, əməkdaşlarımız isə Hacı Seylon çaylarıdır. Qısa aradan sonra buradayıq və Rayalda isə sizin ruhunuzu Şəhla xanım Cəlilova oxşayır. Öz şirmaya barmaqları ilə görüşəcəyik. Kanal dəyişməyin. Biz hər birimiz sevdiklərimizi, əzizlərimizi çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay bizim əhval-ruhiyyəmizə çox gözəl təsir edir. Və çay süfrəsində ən sevdiklərimizlə ən vacib məsələlərimizi həll edirik. Və bunun üçün də keyfiyyətli çayı seçmək bizim üçün çox vacibdir. Keyfiyyətli çay isə bizim seçdiyimiz Hacı Seylon çaylarıdır. Hacı Seylon çayları Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, Hacı Seylon çaylarında bu var. Və siz sual etsəniz ki, bu çayı biz hardan alaq? Cavabımız bu olar ki, şəhərimizdə fəaliyyət göstərən Tayga Store supermarketlərində var və bir neçə marketlərdə də tapa bilərsiniz. Daxil olursunuz, piş taxtalara baxırsınız və orada müxtəlif növ çay nümunələrini görəcəksiniz. Yaşıl çay, qara çay, iri yarpaqlı, xırda yarpaqlı, ətirli, ətirsiz, hətta tələssəniz paket çay belə sizin dadınıza çata bilər. Daha geniş məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir və bizim seçimimizdir. Verilişin baş sponsoru
Hacı Ceylon çayları. Verilişin baş sponsoru Hacı Ceylon çayları. Belə əziz tamaşaçılarımız, artıq Fuad Məmmədovla söhbətimizin daha bir mərhələsinə keçirik. Yenicə qoşulan bütün tamaşaçılarımızı salamlayıram və Xəzərin sahilindən qucaq dolusu sevgi göndəririk sizə. Bugün Xəzərin sahilində bu gözəl dalğanın, bu gözəl göylə yerin aynasında biz öz ayna əksimizi tamaşaçılarımıza göndəririk və biz sevgimizdən əminik, ümid edirik ki, sizin də sevginiz bizə qarşılıqlıdır. Bugün biz mədəniyyətdən, ruhdan, ruh halından, gözəllikdən danışırıq. Fuad Məmmədov bizimlədir, kulturolog, tarix elmləri doktoru. Fuad Məmmədov professor, Fuad Məmmədov İdarəçilik Akademiyasının professoru və Fuad Məmmədovun 7 beynəlxalq ölkənin akademiki, Simurq jurnalının baş redaktoru, təsisçisi. Fuad müəllimin fəaliyyətini, Fuad müəllimin bugünə qədər gəldiyi bütün yolu danışsaq, biz buna 2 veriliş təsir edə bilməyi, təkcə gəldiyi yoldan danışıq. Ən başlıcası, əziz tamaşaçılarımız, 80 yaşlı belə şux, gözəl bir oğlanla biz söhbət edirik. 80 yaşım var mənim. Belə deyirlər, açıram, baxıram, belə deyirlər ki, 80 yaşlı gözəl bir oğlanla görüşəcəksən və onunla çox gözəl bir mövzudan danışacaqsan, bu mövzu mədəniyyət olacaq. Çox sağ olun. Bundan gözəl nə olsun yəni? Çok sağ olun. Güzel gününüz olsun. Ben isterdim o siz verdiğiniz sualı Rəvayət deyəcəydiniz. rəvayetle bitirim. Çünkü birbirine bağlı. Bəli, bəli. Deməli Fəxriyə xanım, günlərin bir gündə belə bir rəvayət var. Bir qadın gedir küçədə, görür bir yerdə yazılıb Allahın dükanı, əstəğfurullah. Bu təəccüblənir çox. Necə ola bilər? Allahın da dükanı olar. Bir girim görün bu nədir belə. Girir içəri. Gör bir işıqlı şəxsiyyət. Hiss olunur ki, bu adi insan deyil. Deyir, ilahi bu sənsə. İlahi gülümsəyərək sakit deyir, bəli. Deyir, axı sənin dükanında nə almaq olar? İlahi deyir, ürəyin nə istəsə hər şey. Bu qadın çox sevincək olur. Tez başlayır ki, mənə qızıl ver, mənə brilyant ver, onu istəyirəm, bunu nə qədər şey sayır. İlahi bir söz demədən gülümsüyür, keçir arxa otağa, bir dəqiqədən sonra qayıdır, bunun qabağını bir dənə balaca karton kutu qoyur. Bu qadın çox pərişan olur ki, deyir, ilahi, mən səndən bir belə şey xahiş elədim. Elə bu, ilahi gülümsəyərək deyir, bəli. Məyər sən bilmirdin ki, mənim dükanımda yalnız toxumlar satılır. Dərinliyi görürsünüz. Yəni, bir toxum Allah Taala tərəfindən bizim hamımıza verilib. Bizim ağlımız, müəyyən bacarığımız, qabiliyyətimiz, düzdürmü? Gendən gəlib Allah Taala tərəfindən. Amma bunları atkinan, bu toxumları qayanın üstünə ki orada nə torpaq ola, nə su ola, o nə bəhər verəcək? Heç nə. Düzdürmü? Deməli, o bəhər yaratmaq lazım. Bəhəri almaq üçün mühit yaratmaq. Bax, o sosial mühit yüksək mədəniyyətli insanların formalaşdırılmasına kömək edən təlimdir, tərbiyədir birinci növbədə. Təbii ki, ətrafda elm inkişaf eləməlidir, maarifçilik. Çünki anlamaq bilməkdən vacibdir. Bir insan ki, bir şeyi düzgün dərk etmirsə, mən bilirsiniz ki, 5 il idrak verilişini aparırdım da, Hastabada 200 veriliş aparmışam. Bir insan ki, nəysə düzgün anlamırsa, onun biliyinin əhmiyyəti belə itir. Çünki o düzgün istiqamətdə getməyəcək. Bir də gəlib görəcək ki, uçurumun qarşısındadır. Uçuruma özünü atmayacaq ki, o qayıtmalıdır. Amma kim bizim bir ilimizi, ayımızı, həftəmizi, günümüzü, saatimizi, dəqiqəmizi, saniyəmizi belə qaytara bilmirik. Qaytara bilərikmi? Ən bahalı resursdur zaman. Deməli, zamanı düzgün istifadə eləmək lazımdır. Bax, o sizin əlinizdə olan kitab, mən onu keçən il hazırladım. Bu Azərbaycan mədəniyyəti 2040 konsepsiyasının mən müəlliflərindən biriyəm.
4 ay mən onun üzərində işləmişəm və bu kitabı məhz onun üçün hazırladım ki, bir yol xəritəsi olsun. Və biz artıq 2 qrant həyata keçirmişik. Birin Bakıda 5-6 oxumalar keçirmişik. Çox gözəl nəticələr alınıb, kitabları da paylamışıq. Obrusunda regionlarda eləmişik. Şamaxıda, Neftçalada, Masallıda, Cəlilabadda, hətta Şəkidə mən Heydər Əliyev mərkəzlərinin müdürləri üçün xüsusi ustad dərslər keçirdim may ayında. Bilirsiniz, bax burada əziz tamaşaçılarımız, açdım və açan kimi qarşıma nə çıxdı? Bəli. Xoşbəxtliyin şərtləri. İnsanın və onun yaxınlarının sağlamlığı, məhəbbət, mənəvi qohumluq, dostluq və səadət, mərhəmət və xeyirxahlıq, insanlara xidmət, maddi rifah, ağıl, bilik, məntiq, müdriklik, həyatda ağıllı və aydın məqsəd, öz potensialını reallaşdırmaq və cəmiyyətdə layiqli yer tutmaq imkanı, azadlıq, cəsurluq, mübarizə, uğur, vicdan, dürüstlük, inam və səbir, prinsipiallıq, məsuliyyət, pozitiv xarakter, güzəştə getmək bacarığı, özünü təkmilləşdirmə, möhkəm firavan ailə, sağlam mikro və makro sosial mühit, sevimli peşə və iş, ətrafdakıların sevgi, hörmət, anlayış və dəstəyi, doğmaların və dostların etimadını doğrultmaq, xarici və daxili gözəllik, həyatı sevmək, hər şeydən zövq almaq bacarığı, anadan gəlmə mədəni keyfiyyətlər, sevincli hadisələrin tez-tez baş verməsi, insanın yüksək ruhi mədəniyyəti, biliklər, bacarıqlar və mütəşəkkillik, mənəviyyət və yaradıcı fəaliyyətin vəhdəti. Fuad müəllim, bütün bunların hər biri insanın özünün məncə bir tək bəndində formalaşır. Əgər o varsa, bilirsiniz də Napolyon Bonapartın müharibədə uduzma səbəbi barıt məsələsi. Danışın. Napolyon Bonapartın ordusu uduzur və Napolyon sərkərdəsini çağırır və sual verir ki, niyə uduzdun? O isə cavab verir, bunun üçün mənim 100 səbəbim var. Deyir, birincisi barıtımız yox idi. Deyir, 99 səbəb artıq lazım deyil. Yəni, bu sizin sadaladığınız, bütün bunların hər birinin arxasında həyatı sevmək və hər şeydən zövq almaq bacarığıdır. Burada dostluq da var, burada sevgi də var, sosial mühit də var, cəmiyyət də var, iş də var. Yəni, bütün bunların hər biri insanın özəl fakturasında olmalıdır. Daha bir misal çəkəcəm. Qamışa, bambuk ağacına daha doğrusu 5 il su verirlər. 5 il sərasər gecə-gündüz su verirlər və o cücərmir. 5 ildən sonra bir həftənin içində bambuk ağacı 25 metr ucalır. Yəni biz ömür boyu bu kitablarla, bu söhbətlərlə, sizi kimi dəyərli ustadlarla biz bambuk kimi öz köklərimizi ağacın altına öz köklərimizi möhkəmləndirməliyik ki, günlərin bir günü... Əsl kulturoloq sizi, mən də öyrəm. Günlərin bir günü sosial mühitdə kiçik bir qığılcım, kiçik bir şərait yarananda biz bir həftə ərzində o 25 metri qalxa bilək. Maşallah. Bizim bazamız sağlam olsun və bunu yaradan sizsiz, Fuad müəllim. Ömrünüzü, gününüzü buna həsr eləmişsiniz və bu çox vacib məsələdir. İndiki sosial vəziyyətdə nə qədər insanlar mədəniyyəti düşünür? Daha bir sual, Fuad müəllim. Buyuruz. Burada maddi rifah da var idi, maliyyə azadlığı da var idi və bütün dövrlərdə, bütün zamanda, bütün ölkələrdə hər zaman incəsənət də, mədəniyyət də maddiyyətə uduzub. Çünki onun maddi rifahı olmayınca, onun o şəraiti olmayınca çox insanlar, rəssamlar, bəstəkarlar, alimlər degradasiyaya uğrayıb, gücü olmayıb, qalxa bilməyib, hər adam güclü deyil. Yaşaya bilmir. Yaşaya bilməyib. Çünki insan bioloji varlıqda onun ehtiyacları var. Onun ehtiyacları ödənilməlidir. Üstəgəl yaradıcı adamdırsa, ona mükəmməl münbit şərait lazımdır. Maddi rifah, maddi azadlıq və mədəni olmaq çabası. Əgər bu bir-birinə tərs mütənasib gələrsə,
onda insan çıxış yolunu nədən tapmalıdır? Bilirsiniz, bu maddi rifah məsələsi çox şeylə bağlıdır. Birincisi, insanın əməyinə, onun səviyyəsi ilə, səriştəsi ilə bir tərəfdən. Digər tərəfdə cəmiyyətə ona ədalətli verilən qiymətlə, onun əməyinə. Ona deyirlər meritokratiya. Meritokratiya məsələn mənim formulam var da, xüsusi formula. Nədir orada? İnsanın bacarığı, qabiliyyəti, insanın biliyi və peşəkarlığı, insani keyfiyyətləri, yəni dürüstlüyü, insansevərliyi, vətənpərvərliyi və dördüncüsü onun cəmiyyət və dövlət qarşısında xidmətləri, o cəmiyyətin, dövlətin inkişafına töhfəsi. Deməli, o töhfə, bu keyfiyyətlər ədalətli qiymətləndirdiyi bir zamanda elə insanlar əlbəttə inkişaf eləyəcək, dolana biləcək, gözəl yaşaya biləcək. Amma olmasa çətin, olmasa stimul da olmur onda, motivasiya da olmur. İnsanlarda olan o qabiliyyət heç motivasiyası da yoxdur ki, nə isə eləsin, əgər bilir ki, qiymət verilməyəcək. Ona görə insana qiymət vermə mədəniyyətinin çox böyük rolu var. O ki, deyirlər ki, insanın davranışı dəyişir onun mədəniyyətin dəyişməsi ilə. Bax, bunlar hamısı görün nə qədər bağlıdır. Motivasiya olmasa, inkişaf istəmir də, ürəyi sınır, heç nə istəmir eləsin. O da var. Hesab edirəm ki, belə məqamda mədəni insan formalaşdıranda ora bir bənd də əlavə edək və ora bir deviz yazaq. Əgər həyat sənə limon verdisə, sən ondan limonat hazırla. Əlində olan... Sizdə də gözəl təkliflər var. Əlində olan kiçik bir resursla xoşbəxt olmağı bacarmaq xüsusiyyəti aşılayaq insanlara, neyniyək ki? Fuad müəllim, deməli bizə verilən zaman artıq başa çatdı. Eləmi? İşarə edirlər, artıq hazırdılar. Bax, bu içdiyiniz çaydan sizə töhfəmiz var bizim. Hesab edirəm ki, buyurun. Gözəl Aynur xanım, sağ olun əzizim. Bax, bu çay sizə hədiyyə edirik. Xəcalət verirsiniz mənə. Burada iri yarpaqlı, xırda yarpaqlı, paket çay, yaşıl çay, hər şey var. Yorulanda, kitab yazanda, bizi düşünəndə bu çayı dəmliyin için. Çox sağ olun, təşəkkür edirəm. Beləliklə, Fuad müəllim, sizə sonsuz təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür, sizə təşəkkür. Gözəl bizə ruh, gözəl bizə enerji bəxş etdiniz. Ən ali, ən kamil, ən yüksək, ən gözəl insani keyfiyyətdən danışdıq. Bu mədəniyyətdir. Sadəcə və sadəcə mədəniyyət. Amma sadəcə dediyimiz o mədəniyyətin alt qatında hər bir xüsusiyyətlər var. İnsana sevgi, təbiətə sevgi, işə sevgi, həyata sevgi və sevgi ki sevgi. Yenə də sevgi. Biz hər zaman bax bu sevginin üzərində dayanırıq. Fuad müəllim, sizi sevirik. Çox sağ olun. Mən də sizi sevirəm və mən tamaşaçılarıma bir daha yada salmaq istəyirəm ki, mədəniyyət haqqında öz təsəvvürlərin köklü halda dəyişsinlər. Mənim xüsusi audio kitabım da var. YouTube-da da var, Google-da var. Yaza bilərlər Fuad Məmmədov, Yüksək Mədəniyyətli İnsan audio kitab. Çox uşaqlı analar üçün, sürücülər üçün, gözü pis görən yaşlı adamlar üçün. O kitabı onlar qulaq asarkən öz işlərini evdə görə bilərlər. Rul dalında həm zəkaları, həm qəlbləri zənginləşəcək. Mənim üçün o çox böyük bir savabdır. Super, çox sağ olun. Ən dəyərli mirasdır. Əziz tamaşaçılarımız, ən ali hisslərimizi sizə göndəririk və bu gözəl musiqi ahəngini isə bizə Şəhla xanım Cəlilova bəxş elədi. Şəhla xanım musiqiləri ilə, şirmaya barmaqları ilə Xəzərin bax bu gözəl enerjisini sizə bəxş etdi və biz də ona qatıldıq, siz də bizə qatıldınız, hamımız bir-birimizə qatılaraq mükəmməl şəkildə böyük sevgilərimizlə sizinlə sağollaşırıq. Görüşmək ümidi ilə Allah amanında. Fəxriyə xanım, bir söz də mən deyim, icazəvizlə. Mən istəyirəm ki, tamaşaçılarımız həmişə yadda saxlasın ki, mədəniyyət iki qanadlı quşdur. Bir qanadlı quş uça bilməz. Biri mənəvi mədəniyyətdir, o birisi intellektual, əqli mədəniyyət. Bunlar harmonik, tarazlaşdırılmış formada inkişaf eləməlidir və əslində mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı
qəlbi və əməyi nəticəsində yaranmışların hamısı mədəniyyət. Nə gözəl. Və onun aparıcı qüvvələri elmdir, təhsildir və maarifdir. Çünki o olmasa qalan şeylər səviyyəli inkişaf eləyə bilmir. Danışdıqca danışırıq. Zamanımız isə bitib. Görüşmək ümidi ilə.